Döyüşçülər Dövlət Sərhəd Xidmətinin su idmanı mərkəzindədirlər. Burada onların suyun üzərində və altında bacarıqları sınaqdan çıxarılacaq. Qaydası üzrə iki komandaya bölünmüş döyüşçülərin qarşısında sadə bir tapşırıq qoyulub. Onlar ard-arda suya inməli, 25 metrlik hovuzun bir başından o biri başına üzməlidirlər. Hovuzun o başında olan yükü götürüb geri üzüb yarı məsafədə hovuzun dibinə dalmalıdırlar. Bu işdə onlara əllərindəki o yük yardım edəcək. Hovuzun dibində avtomat silahın bir hissəsini tapmalı, götürməli və üzərək gəlib başladıqları nöqtəyə çatmalıdırlar. Suyun altına yenib o silahın detallarını götürmək biraz çətin oldu. Bir tərəfdən də nəfəs tənzimləməsi çox çətin idi bizim üçün. Amma buna baxmayaraq biz yorulsaq da sonuna qədər də mən və əsgər yoldaşlarım bütün gücümüzü ortaya qoyduq və mübarizə apardıq. Avtomatı komandirlərimiz məhz 6 hissəyə böldüyündən komanda üzvlərinin hamısı bu tapşırığı yerinə yetirəndən sonra avtomat yığılıb tamamlanacaq və tapşırıq yerinə yetmiş hesab olunacaq. Qalib olmaq üçün isə bu tapşırığı rəqibdən daha tez icra etmək lazımdır. Bu yerdə bir xatırlatma etmək yerinə düşər. Bu tapşırıq ümumi yarışımızda xal hesabına heç bir formada təsir etməyəcək. Quruda, suda, onlar hər yerdədir. Bu deviz sərhədçiləri ən gözəl şəkildə xarakterizə edir. Vətən sağ olsun layihəsinin iştirakçıları da sərhədçilərdir. Görək suda və quruda onları nə gözləyir? Amma əminəm ki, çox havalı olacaq. Bugün biz Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinə məxsus sərhəd gözətçi gəmisindəyik. Gəmidə addım atmaqla insan dərhal anlayır ki, bu sadəcə bir xidmət deyil. Bu həm məsuliyyət, həm də vətən sevgisidir. Elə ona görə də sahil mühafizəsi təkcə bir struktur qurum deyil. O, eyni zamanda Azərbaycanın Xəzərdəki qalxanıdır. Gəmidə xidmət edən hər bir sərhədçi bilir ki, dəniz sakit olsa da, fırtına qalxsa da, o hər zaman vətənin keşiyindədir. Bu dəfə sınaq Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin gəmi və katerlərində başlayacaq. Hər iki komanda mövqelərini tutub və sıralarından bir nəfər döyüşçünü öz seçimləri əsasında atıcı təyin etməli olacaqlar.
Başla komandasından dərhal sonra atıcılar gəmi göyərtəsində qoyulmuş snayper tüfənglərinə tərəf qaçıb, suda olan hədəfi nişan almalı və onu məhv etməlidirlər. Bunu edən kimi atıcı onu qayıqda gözləyən komandası ilə sahilə tərəf istiqamətlənməlidir. Bu yarışda sudan quru çıxmaq mümkün olmayacaq. Odur ki, islanmış döyüşçülər sahilə çıxan kimi öz mövqelərinə tələsməli olacaqlar. Atıcı yenə atəş mövqeyinə tələsib, bu dəfə sahildə hazırlanmış hədəfləri nişan alacaq. Hər uğurlu atışı komandasına bir avar qazandırır. Komanda isə qazanılacaq bu avarlarla hərəkətə gələcək qayığı hava ilə doldurmalıdır. Bu sınaqda hamı bir-birindən asılıdır. Əsl komanda işi olacaq. Ardınca qayığa minən komanda avarları ilə katerə tərəf sürətlənməyə çalışacaq. Bu mübarizədə rəqib həm digər komanda, həm də zamandır. Katerdən ilk siqnal fişəngi atan komanda qalib hesab oluna bilər. Əgər buna komandirlərin etirazı olmayacaqsa. Bəli, burada nəticəyə çatmaq üçün heç də bütün üsullar qəbul edilmir. Hər addıma qiymət veriləcək. Bugünkü yarışımız çox fərqli olacaq. Bir tərəfdə dalğalarla mübarizə aparan gəmilər, digər tərəfdə adada taktiki tapşırığı yerinə yetirən sərhədçilər. Kim daha güclü, daha soyuqqanlı, daha peşəkardır? Bugün bilinəcək. Xəyalə, məncə bugünkü verilişimiz digərlərindən daha maraqlı olacaq. Çox maraqlı olacaq. Çünki biz dənizdəyik, Xəzər dənizində, adalarda, gəmilərdə xüsusi bir yarışma formamız var. Hər iki komanda bugün çox cəsarətli, çox dinamik, çox həyəcan verici bir yarışma göstərəcəklər. Bu sadəcə bir yarış deyil, bu məncə xidmətin elə özü kimi iradə, güc, dözümlük tələb edən bir sınaqdır. Başla! Ən böyük iş bizim üstümüzə düşürdü. Suyun üzərindəki şarı vurmalıydım. Tapşırıq bu idi. Bu yarışda dəniz yarışı idi. Mənə çox maraqlı gəlmişdi o parkur. O dənizdə isə snayperdən uzaq məsafəyə atış var idi. Səfayın atışını bəyənmişdik qrup şəklində. Bizdən snayper atan Həsən İzzət idi. Həsən İzzət atışı bitirdikdən sonra dənizə tullayıb bizə tərəf üzməli idi. Biz artıq katerdə səbirsizliklə Həsən İzzəti gözləyirdik ki, o snayper atışını yerinə yetirsin və biz adaya doğru hərəkətə başlayaq. Bir tərəfdən də Rəhimli Safa ilə baxırdıq ki, hansı birinci hədəf məhv edəcək. Gəmi qurudakı kimi dayanmır. Dənizdə daim gəmi hərəkət edir. Ona görə də gördün necə dəqiq atdılar. Bu onların peşəkarlığını göstərir. Şarı bir mərmi ilə məhv elədim. Bundan sonra mən artıq dənizə düşməliydim. İnandıq, heç də inancımızı yerə salmadı. Snayperlə bir gülləyə hədəf vurdu. Atlandıq suya və Katerə tərəf üzdüm. Əsgər yoldaşlarım məni katerə mindirdilər. İzzəti sudan dartdıq, çıxartdıq, kater başladı hərəkətə. Bizim kater hərəkət eləyəndə rəqib komandanın kateri hələ yerində idi, tərpənməmişlər yerindən.
Biz katerlə sahilə doğru irəlilədik. Müəyyən bir yer var idi ki, oradan biz dənizə tullanıb sahilə qədər üzməli idik. Dəniz görəndə insana biraz qəribə gəlir. Ərazi olaraq genişdir, böyükdür. Sahilə irəliləyəndə isə Xəzər mənə çox vahməli gəlirdi. Amma mən Dəli Kürün əsalətini görmüş insanam. Diqqətimi cəlb edən bir şey oldu ki, onlar komanda şəklində çox möhtəşəm irəliyirdilər. Üzməklə bağlı komandamızda problemləri olan var. Ağayev Nahid olsun, Seyidov Emil olsun, Mütəllimli Əli olsun. Ağayev Nahid üzməkdə biraz çətinlik çəkirdi. Kömək elədim ona, o da məni biraz fiziki yordu. Sudan demək olar, ən axırıncı mən çıxdım. Ən birinci çıxanlardan biri mən oldum bizim komandada. Sahilə çıxan komanda görürsən bölündülər. Onlar bölünürlər və bölünüb hərəsi öz istiqamətində, əvvəlcədən təyin olunmuş istiqamətdə hərəkət edirlər. Qumsal olduğuna görə biraz çətin oldu. Sahilə çıxdım, qaçdım biraz, 50-60 metr. Mirzə Mətovla Seyidov İbrahim birinci çatmışdı ora. Tez qaçdım, ikimiz eyni qayığa çatdıq. Üstündəki masseti arxaya atdıq. Nasosu quraşdırdıq, başladıq doldurmağa. Sonradan biz çatdıq, biz köməkliyi yetirdik onlara. Arxada qalanlarımız olmuşdu. Həmidov Tacəddinin ayağı tutulmuşdu. Ona görə o biraz arxaya qaldı. Damar tutulması oldu mənim ayağımda. Damar tutulması nəticəsində mən orada gecikdim. Gecikməmə baxmayaraq mən gəldim çatdırdım özümü. Mən sudan çıxdıqdan sonra sahildə artıq istiqamətimi götürdüm hədəf taxtasına doğru. Qayığa doğru irəlilədik, biz o qayığı doldurmalıydıq. Komanda yoldaşlarım gəldilər, hamısı mənə kömək elədi. Biri əlinlə, biri ayağınla, biri nasos tuturdu. Ayağımla, əlimlə var gücümü ortaya qoydum ki, rezin qayıq da olsun. İzzət dənizdən çıxan kimi sola qaçmalı idi, hədəf
hədəfləri vurmalı idi. Sola meylləndim və sola doğru qaçdım ki, dənizin qırağı ilə qaçım, ayağım quma batmasın. Sağa və sola çox uzun bir məsafəyə 2 nəfər qaçır. Hal-hazırda biz onun şahidi oluruq. Estafet formasını elədik, biraz mən eləyirdim, biraz komanda yoldaşlarım eləyirdi. Onda ağızlıq var idi ki, onu əgər əlindən tutmasan, digər bir komanda yoldaşmanı dolduranda çıxacaq, hava düzgün qaydada doldurulmayacaq. Düz sol. Güzel ol. Sıkır abi. Yoruldun sen çek. Bak. Şey bak. Bak yoktu. Bu məsuliyyətin çoxsu Rəhim Səfayenin üstünə düşürdü. 500 metr mən qaçmalı idim. Amma qumsalda qaçmaq çox çətin idi. Ha dolu. Sen dolu az kalıyor. Ən aşağısı 300 metr məsafə qaçmışdım üzəndən sonra. Yəni bu tənginəfəslik yaratdı məndə. Mənim komanda yoldaşlarım yanında idi fikrim. Yəni bir tərəfdən də nəyə görə ki, rezin qayığı onlar suya mən çatmamış çatdıra biləcəklər, yoxsa yox. Mən hədəf taxtasına çatanda artıq təngənəfəs idim, çünki 500 metr, 600 metr qaçmışdım qumsallıqda. O vaxta qədər də Həsənov İzzət artıq ora çatmışdı. Tapanca ilə o qarşıdakı hədəfləri vurub, hər hədəflə də bir dənə avar götürməli idi. Komanda şəklində qaldırdıq, bitkin vəziyyətdə qumsalın içində gətirirdik sahilə. Rezin qayığı çiynimizə qaldırdıq, qarşımızda bizi maneə gözləyirdi. Rezin qayığı doldurduqdan sonra cəld bir şəkildə hamımız bir yerdə gücümüzü toplayıb Bərabər şəkildə sağ-sol kənarlarına girib rezin qayığın. Onu qaldırdı biz sinimizə. Əsas burada atıcıların hədəfləri vurub avarları gətirməyindən asılı idi hər şey. Öz fikrimi cəmlədim hədəflərimə və avarları mən onlara çatdırmalı idim ki, və növbəti finişə biz tez çataq.
Hər hədəfi vurduqca dənizdən qayıdıb avarları çəkməliydim. Давай! Давай! Давай, давай, Qayığı doldurduqdan sonra Dənizin kənarına aparmamışdan əvvəl orada maneə var idi. Onu biz maneənin alt hissəsindən keçirməliydik. Biz artıq oraya gəlib çatanda digər komandadan öndəydik. biraz orada əziyyət çəkdik. Çünki qayıq böyük idi, maneənin hündürlüyü az idi. Orada da uğurlu alındı. Ümumi komandamızın gücünü bir yerə qoyaraq o maneədən də keçirdik. Orada biraz ləngidiyimizə görə digər komanda bizdən biraz qabağa keçdi. Давай, давай, kəsdi! Gələ! Tez ol! Gəl! Yola çıxdı! Bir qaba ver, qaba ver! Gələ! Sürünərək rezin qayığı o maneənin altından keçirdik. Qayığı çiynimizə aldıq və qaçdıq dəniz istiqamətinə. O ərəfədə də Rəhimli Səfail atış elirdi. Gəl! Gəl, də kəssin! Gəl, gəl! Taş! Aldır yakla! Gözle gözle! Gelmene bu sol değil! Gel! Tənginəfəsliyim nəticəsi ilə bunu görməmişəm, fərqinə varmamışam ki, hədəfi vurmuşam. Amma yenə də nə qədər də olmasa, məni geri atdı burada vaxt cəhətdən. Hər bir sərhədçi, hər bir əskər başa düşür ki, bir mərmi, bir hədəf. Yəni bu o deməkdir ki, heç bir mərmi boşa çıxmamalıdır. Ya sən düşməni vurmalısan, ya düşmənin qurbanı olacaqsan. Və istənilən halda hər bir sərhədçi bilir ki, bu yarışda, bu parkurda kimin qalib gəlib gəlməməsindən asılı olmayaraq, vətənin keşiyində olan hər bir sərhədçi qalibdir. Üç, iki, bir! Kaçana! Kaç! Kaç! Korkma! Korkma! Kaldır! Tamam! Mənə elə gəlir, əskərlər yarışda olduğunu unudublar. Onlar sanki real döyüşün içində özlərini hiss edirlər. Orada elə bir mübarizə gedir ki... Bəli, çox gərgin mübarizə gedir. Yeri gəlmişkən bu anda tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, hal-hazırda biz Böyük Zira adasındayıq. Bu adanın əvvəlki adı Nargin adası. Və orada Azərbaycan müstəqilliyi uğrunda, Azərbaycançılıq uğrunda çox Azərbaycan əskəri, çox Azərbaycanın siyasi-ictimai xadimi, çox Azərbaycan vətəndaşı mübarizə aparıb. Sanki o adada bir mübarizlik ruhu var. Ruhu var. Dayan yoktu.
Kaldır. Məsafə çox uzun idi, biz onun atışlarını görmürdük. Yəni səsləri eşidərək biz bilirdik ki, o düzgün atış eləyə bildi hədəfə yoxsa yox. Fiziki cəhətdən və axlan cəhətdən çox, necə deyim, yüksək səviyyədədir. Və Rəhmi Safa ilə də minnətdarlığımı bildirirəm. Yəni o ilk atışda vurmasaydı, bəlkə biz geridə də qala bilərdik. Ortadan çək. Ayağımla. Tez. Keçin. Süpersin. Keçin. Tez. Keçin. Artıq miləmil yarış gedirdi orada, çox həyəcanlı idi. Sürüştür qabağa. Sürüştür qabağa. Ora. Tələsməyin, yavaş. Tələsməyin. Sür. Yavaş ol. Yavaş ol. Axıra. Komanda şəklində rezin qayığı dənizə tulladıq. Hardasa 4 metr, 5 metr qabağa itələdik ki, biz minəndə rahatçılıq olsun. Qayıq suyun üzündə durmuşdu. Biz elə rezin qayıqları suyun üzərinə qoyanda Həsən Özəti gördü ki, atışları bitirib bizə tərəf gəldi. Bütün hədəfləri məhv etdim və avarları götürdüm, istiqamətləndim öz komanda yoldaşlarımın yanına, hansı ki məni suda gözləyirdilər. Çox səbirsizliklə gözləyirdik ki, atışları dəqiq eləsin və avarları bizə gətirsin. 4 hədəf məhv eləyib, 4 avar yığdıqdan sonra şüarını səsləndirib əsgər yoldaşlarımın yanına yollandım. Hər şey vətənçək! Rəzo!
Və biz bunu gördük ki, orada ona motivasiya lazımdır. Biz bacardığımız qədər, bacardığımızdan da artıq elədik ki, ona motivasiya verək ki, çünki qumsallıqdır, orada qaçmaq çox çətin idi. Rəhimli Səfail avarları gətirəndə biraz yorğun idi. Düzdür, həm atışdan, həm qaçışdan yorulmuşdu, üzməkdən də həmçinin. Mənim əlimdən bir dənə gələn oydu ki, Rəhimliyə səsimlə kömək olum. Komanda yoldaşlarım məni səsləyirdi. Rəhimli tələs, Rəhimli tələs, Rəhimli sənə ehtiyacınız var. Hə, davam elə. Mən artıq onların yanına çatanda əsgər yoldaşlarım Vəliyev, Samir, Ağayevlə gəldilər, avarları mənim əlimdən aldılar. Sonra məni katerə mindirdilər. Gördüm gəlir Rəhimli Səfail, mən də tez gəl deyə qışqırırdım. Rəhimli Səfailin bizə gəlib çatmağını gözləyirdik. Qayıqla katerə tərəf avar çəkə-çəkə irəliləyək. Gördüm elə yorulub, əlindəkilər isə ağır idi, avarlar. Belə qaçdım qabağına, əlindən aldım. Çox yorulmuşdum, təngi nəfəs idim. Yəni onlara çata-çatda mənə çığırdılar ki, avarı at yerə qaç, özün qaç, avarı at yerə sənə maneəçilik gəlir. Hansı ki, sağda solda hər əlimdə 2 avar var idi. Yəni burada qaçmaq daha da çətinləşirdi. Sudan çıxıb o məsafəni qaçmaq və o məsafəni qaçıb qayıtmaq yəni məni çox yormuşdu. Axıra çatanda Həsənov İzzəti görürdük ki, tam taqətdən düşmüşdü. Ona yaxınlaşıb artıq avarları əlindən götürdü və Həsənov İzzətə biraz köməklik elədik. Yola ardasa bir 50 metr, 60 metr qalmış, mən qarşıladım İzzəti. Avarları atdım yerə və qaçdım. Avarları götürdüm, o qaçaraq mindi qayığa. Kürəyi üstə uzanıb səmaya baxdım və yəni mən öz hissimdən dedim ki, mən bunu bacardım. Mən də mütəmməli əli ilə tələdim, fiziki cəhətdən bir güclük deyə dedim ki, təliyə lap qabağa gedək. Bunu eləyəndən sonra başladı avarına çəkməyə. Rəhimli Səfaildə birinci avarı verməli çünki o çox yorğun idi, onu nəzər almalıydı. Aynen gelin. Rezin qayığa belə minə bilmirdim suyun içində. Ən birinci Həsənov İzzəti rezin qayığının içinə atdıq. Komanda yoldaşlarım köməkliyi ilə məni mindirdilər rezin qayığa. Hərəkət etməyə taqətim yox idi orada, yəni çox pis vəziyyətdə idim. Hadi verme. Hadi verme. Sabir, sabir. Başım üstünde. Başım üstünde. Ayarları da boş olan. Boş olan elleri. Abi. Oradan verin. Tez olun. Gönderin. Tez ol, ver alın bakalım. 5-10 saniyə nəfəsimi dərdim. Artıq mən bilirdim ki, əsgər yoldaşlarıma kömək etməliyəm. Və avarların birində mən aldım və başladım avar çəkməyə. Oradan gəlin. Gəlin. Yaxşı, çox
Biz avarları çəkəndə Seyid İbrahim sonra atıldı qabağa, əli ilə köməklik elədi bizə. O qədər motivasiya var idi ki, biz boş dayana bilmirdik də. Mən artıq əlimlə, Mirzəmmətov Məhəmməd əli ilə hələ bir tərəfdən başlamışdı, gücün qoymuşdu. Başladım əllə itələməyə. Solda olanda əllə itələndə avar sağa gedirdi. Sağda olanda əllə itələndə sola gedirdi. Rəqib gedirdi, bir anlıq baxdım ki, yəni onlar bizi keçir. Yəni buna dözə bilmədim. Nə qədər təngi nəfəs olsam da tez dedim avarı ver mənə. Uzandım, hansı ki gördüm dizimi atıb çəkə bilməyəcəm rezin qayığın içində. Uzanaraq avarı başladım çəkməyə. Avarı tutdum, qabaqdan çəkməyə başladım. Sonra gördüm ki, İzzət özü qalxdı, avarı əlimdən aldı, o başladı çəkməyə. Avar say verəcəm. Yavaş say gezi təzə. Bir sana. Sana. Vermə. Açın sürətlərim biraz. Doğa İzzət. Kamero. Əla sonra əla. Tez, maksimum. Bir. Gördüm elə avar darta bilmirəm. Başladım elə əllərimlə də kömək eləməyə, əllərimlə mən elə avar əvəzi dartdım. Bütün avarlar doluydu. Mən də məcbur qaldım ki, əlimlə köməklik eləyim. Yarışda tək səhv elədik. O da bizim avar çəkməyimizdə oldu. Komanda şəklində avar çəkə bilmədik. Avar çəkdiyimiz zaman mən gördüm ki, həmin o rezin qayıq gah sola gedirdi, gah sağa gedirdi. Hərəkət istiqamətimiz ziqzaq var idi. Ona görə də biz çox məsafə itirirdik. Artıq mərhələnin sonuna çatırıq. Çox gərgin mübarizə gedir. Hər iki komanda finala doğru sürətlə addımlayır. Biralar burada geçti. Talanlı olsun. Geçin bu yere. Allah! Kaçarsın! Güç ver! Güç ver! Allah! Biz onlardan 10-15 metr qabaqdaydıq. Elə məndə arxayınçılıq yaramışdı ki, biz udacağıq da oyun bizim yarış. Güç ver! Sola! Allah! Abi biralar burada geçsin. Talanlı olsun. Kemal Sabit! Geçin bu taşandık mı? Hayır! Geçin bu yere! Aldım onu! Alımından ele! Biz avarları çəkəndə Seyid İbrahim sonra atıldı qabağa, əli ilə köməklik elədi bizə. Bizim qayıq katerə yaxınlaşanda katerin sol küncündə yəni, iplər var idi ki, biz çalışırdıq oradan dartınaq tutaq ki, qayıqla katerin arasında su məsafəsi olmasın ki, yəni orada biraz büdürəməyək. Mənim fikrim yəni o idi ki, birinci növbədə mən katerə minim və qayığın ipindən tutum ki, yaxın olsun, o komanda yoldaşlarımın hamısı katerə minə bilsinlər. Mən də rezin qayığın üstünə çıxdım, belə ayağımla təkan verdim, düşdüm suya kəllə vurdum. Qayıq da uzaqlaşdı gəmdən.
Təbriklər Bartas komandası. Siz bugün bir daha göstərdiniz ki, sərhədçi üçün mümkün deyil anlayışı yoxdur. Hər biriniz bugün Azərbaycan sərhədçisinin cəsarətini, gücünü və qüdrətini bir daha sübut etdiniz. İşarət fişəyi məndə idi. Mən gözləyirdim ki, bizim komandanın axırıncı əskəri minsin qayığa, mən o fişəngi atım və biz qalib olaq. Elə Həsənov İzzət qayığa girən kimi mən hava fişəngini atdım. Özümü atdım, məni çəkib saldılar və mənim içəri düşməyim anı ilə fişəngin atılmağı bir oldu. Yenə də bu yarışın qalibi Partazın Qartalları oldu. Hava fişənginin səsini eşitdim ki, biz qalibik. Söndüm rəqib komandaya baxdım ki, onlar orada çabalayırlar biraz. Uğurlu alında yarışmamız, biz qalib gəldik orada. İlk biz çatdıq. Bartaz yüksəkliyinə çatmaq üçün dəniz maneəsi mənim üçün heç bir problem yaratmadı. Uduzman da səbəbkarı belə baxıram ki, mənə. Hamı Səfi Vəliyevdə görürdü ki, onun tonlanmağı ilə kater uzaqlaşdı. Halbuki mən Səfi özümdə görürəm, kateri tutmalıydım. Orada özümü biraz, necə deyim, tələsik apardım. Elə düşündüm ki, hamı tullanacaq, halbuki səhv eləmişəm. Biz əvvəlcələrindən oyunun gedişatını, son hissəsini planlaşdırmamışdıq. Ona görə də bu səhvlərə yol verdik. Yəni burada heç kimin səhvi olmadı. İndi bəlkə deyirlər, məsələn, Vəliyev Sami, amma Vəliyev Saminin orada günahı yox idi. İstər-istəməz insanın içində bir hiss oyanır, yəni uduzmamaq bir hissi. Hadi sen kenara koyun ortaya. Kazanacaksan sen bunu. Atamın mənə danışdığı döyüş xatirələri yanıma düşürdü. Bir şanlı bir kızıl tarih adına ne yazdım sen yazdın Zəfər Əskəri. Söykənib vətənin qayalarına, daşların üstündə yatan əskərim. Verdin qayalarla kürək kürəyə, gücünə güc qatdı vətən sevgisi. Atıldın irəli Qarabağ deyə, vətən sağ olsun deyə titrətdi səsin. Hünərin dünyanı heyrətə saldı, ey mənim qəhrəman igid əskərim. Sən haqq savaşınla qələbə çaldın, bayrağa büründün kəndim şəhərim. Gələn sabahlara şanlı yol açdın, sənə bənzəyəcək bu yoldan ötən. Qanınla canınla bir əsər yazdın, yazdığın əsərin baş hərfi vətən. Gələn sabahlara şanlı yol açdın, sənə bənzəyəcək bu yoldan ötən. Qanınla canınla bir əsər yazdın, yazdığın əsərin baş hərfi vətən. Yazdığın əsərin baş hərfi vətən. Qarabağ Azərbaycandır ey vətən, Qarabağ Azərbaycandır ey vətən.